Herkesten xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam əziz izləyicilər. Bugün yenə gündəmi silkələyən şok xəbərlərlə qarşınızdayıq. Dünyada gərginlik pik həddə çatır. Donald Trump sensasyon açıqlama verərək bu gecə bir sivilizasiya yox olacaq dedi. Bu sözlər atom təhlükəsi iddialarını daha da alovlandırdı. Digər tərəfdən Nikol Paşinyan ilə iş adamı Samvel Karapetyan arasında sərt qarşıdurma, 4 nəfər qalacaqsınız açıqlaması böyük rezonans doğurdu. İranda isə Tehrandan gələn hədə-qorxu dünyanı narahat edir. 10 minlərlə raket və hava iddiası regionda yeni təhlükə siqnalıdır. Ölkə daxilində də diqqət çəkən yenilik var. Taksilərlə bağlı yeni qayda 300 manatlıq ödəniş məsələsi müzakirə yaradır. Eyni zamanda məhərrəmlik ayına qədər toy planlayanlar üçün vacib xəbər qaydalarla bağlı açıqlama verildi. Əziz dostlar, bu və daha çox AK hadisələri qaçırmamaq üçün bizi izləmədə qalın. İran rəsmiləri vasitəçilər vasitəsilə ABA və İsrailə növbəti xəbərdarlıq mesajını göndərib. The Wall Street Journal nəşrinin məlumatına görə, rəsmi Tehran hələ də nəhəng silah arsenalına sahib olduğunu və geri çəkilmək niyyətində olmadığını bəyan edib. Nojoment az xəbər verir ki, İran tərəfi əlində təxminən 15000 raket və 45000 pilotsuz uçuş aparatının əvva olduğunu iddia edərək öz qələbəsinə inandığını bildirib. Lakin danışıqlarda iştirak edən vasitəçilər bu rəqəmlərin reallıqdan uzaq və həddindən artıq şişirdilmiş ola biləcəyini qeyd edirlər. Buna baxmayaraq, ABA və İsrailin davamlı hava zərbələri fonunda İranın hələ də sərt ritorikasını qoruması regionda hərbi gərginliyin daha da dərinləşəcəyindən xəbər verir. ABŞ prezidenti Donald Trump özünün sosial media hesabında dünya tarixinin ən mühüm anlarından birinə şahidlik etdiyimizi bildirən silsilə bəyanatlar yayıb. Trump'ın sözlərinə görə bu gecə İranla bağlı proseslər ya böyük bir fəlakətlə, ya da tarixi bir dəyişikliklə nəticələnəcək. Nojoment az xəbər verir ki, Trump paylaşımında bu gecə bütöv bir sivilizasiya məhv ola bilər və onu bir daha geri qaytarmaq mümkün olmayacaq. Mən bunun baş verməsini istəmirəm, lakin ehtimal ki, belə də olacaq deyərək xəbərdarlıq edib. Bununla belə, o İranda rejim dəyişikliyi baş verdiyinə dair iddialarını yenidən gündəmə gətirərək, daha ağıllı və az radikal qüvvələrin hakimiyyətə gəlməsi ilə inqilabi səviyyədə möhtəşəm bir şeyin baş verə biləcəyinə ümidini ifadə edib. 47 illik şantaj, korrupsiya və ölüm nəhayət sona çatacaq. Tanrı böyük İran xalqını qorusun, deyə ABA lideri vurğulayıb. Ermənistanın baş naziri Nikol Paşinyan son çıxışında müxalif dairələri və konkret olaraq Samvel Karapetyanı hədəf alaraq kəskin bəyanatlarla çıxış edib. Nojoment az xəbər verir ki, Paşinyan müxalifətin paytaxt İrəvanda keçirdiyi aksiyaların uğursuzluğa düçar olduğunu istehza ilə qeyd edib. Samvel bizə kiçik qrup deyir. Siz özünüzün bugünkü möhtəşəm aksiyanıza baxmısınızmı? Deyən baş nazir, qanunsuz pul dövriyyəsi sistemini tamamilə çökdürəcəklərini vəd edib. Paşinyan vurğulayıb ki, bu maliyyə qaynaqları kəsildikdən sonra müxalifət düşərgəsində cəmi bir neçə nəfər qalacaq. Sistem bağlanan kimi cəmi 3 nəfər qalacaqsınız. Samvel, Narek və Karen. Yox, üzr istəyirəm, 4 nəfər, çünki sizdə 2 Karen var. Azərbaycanda taksi fəaliyyətində istifadə olunan nəqliyyat vasitələrinə görə icbari sığorta haqlarına xüsusi əmsalların tətbiqinə başlanılıb. Nojoment az xəbər verir ki, Mərkəzi Bankın bununla bağlı yaydığı məlumatda deyilir ki, aparılan təhlillər şəxsi maşınlarla müqayisədə taksi avtonəqliyyat vasitələrinin 3-cü şəxslərin əmlakına və səhhətinə zərər vurma ehtimallarının yüksək olmasını göstərib. Bu da taksi fəaliyyətində istifadə olunan avtomobillərə xüsusi əmsalın tətbiqini zəruri edib. Sığorta məsələləri üzrə ekspert Şahin İsmailov deyir ki, taksidə istifadə olunan avtomobillərin mühərrikinin həcmi kiçik olduğundan onlar üzrə sığorta haqlarının məbləği aşağı idi. Sığorta hadisələrinin baş verməsində taksi xidməti göstərən avtomobillərin payı çox olduğuna görə sığorta şirkətləri böyük məbləğdə ödənişlər etmək məcburiyyətində qalırdılar. Bundan sonra taksi xidməti göstərən avtomobillər hadisə törətdikdə onların icbari sığorta haqqı bonus malus sistemi üzrə 300 manat və daha çox ola bilər.
Toy mövsümünün yaxınlaşması zərgərlik bazarında hər zaman canlanma yaradır. Xüsusilə bəzi aylarda toyların daha çox keçirilməsi qızıl məmulatlarına olan tələbi kəskin şəkildə artırır. Məsələn, may ayında toyların nisbətən az olması və iyun ayında məhərrəmlik dövrünün düşməsi səbəbindən bir çox cütlük toylarını aprel ayına planlaşdırır. Bu isə bazarda qızıl alışına böyük axın yaradır, qiymətlərə və təklifə təsir edir. Belə dövrlərdə zərgərlər həm satışların artması, həm də qiymət dəyişiklikləri ilə bağlı xüsusi vəziyyətlə qarşılaşırlar. Toyların əsasən aprel ayına təsadüf etməsi qızıl bazarında qiymətlərə və satış həcminə necə təsir edir və zərgərlər artan tələbi qarşılamaq üçün hansı addımları atırlar? Nojoment az xəbər verir ki, bu barədə zərgər Zaur Balayev açıqlamasında bildirib ki, toy mövsümünün pik nöqtəsi bazarı bir anda dəyişə bilir. Bunu biz ən çox məhz belə sıx aylarda hiss edirik. Apreldə toyların kütləvi şəkildə keçirilməsi o deməkdir ki, alıcı birdən-birə çoxalır. Amma məhsul eyni sürətlə artmır. Bu zaman hazır məmulatlara maraq kəskin artır. Xüsusilə klassik dəstlərə üzük, sırğa, boyunbağı kimi ən çox tələb olunan modellər tez satılır. Belə olduğu halda qiymətlərdə dalğalanma başlayır. Qızılın dünya bazar qiyməti dəyişməsə belə, yerli bazarda işçilik və hazır məhsul üzərində qiymət artımı müşahidə olunur. Çünki tələb çox olanda ustanın vaxtı daha dəyərli olur. Belə dövrdə zərgərlər bir neçə addım atır. Əvvəlcədən ehtiyat yığmaq çox vacibdir. Eyni zamanda vitrin üçün daha çox universal dizaynlar hazırlayırıq. Çünki müştəri sıxlıq olanda uzun-uzadı seçim etmək istəmir. Tez qərar vermək istəyir. O deyib ki, belə dövrlərdə fərdi sifarişlər azalır, hazır məhsul satışı artır. Çünki toy tarixinə az qalan cütlüklər gözləmək istəmir. Amma daha əvvəl planlayanlar üçün eksklüziv sifarişlər yenə də davam edir və biz onları prioritet kimi saxlayırıq. Digər tərəfdən, bəzi zərgərlər qiymətləri süni şəkildə qaldırmaq əvəzinə kampaniyalar da edir ki, müştərini itirməsin. Çünki bu bazarda rəqabət çox güclüdür və alıcı artıq qiymətləri müqayisə edir.